Eğer ki senin nefsin seni allada, ekte girdin, direkt günahın başlangıç yeridir oğlum. Sen o direkten çıkabilmeyeceksin. Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Çıxışım sarkazmdır. 85 yaşlı kişi 46 yaşlı əqli zəif qadına sataşıb, məhkəmədə də deyib ki, qarajda qadınla zarafat edirdi. Bəzi kişilər də onu lağa qoyur. Siz heç oteldə qadınla zarafatlaşmamısınız? Bu ağsaqqalın 85 yaşında yenə zarafat edib. Sizinkilər heç 40 yaşda da zarafatı bacarmırlar. 85 nömrəsi biz Naxçıvanlar üçün müqəddəs nömrədir. 85 yaşlı bu kişini də alqışlayıram. Bir zarafata görə yazıq ağsaqqala 4 il 6 ay iş verdilər. İndi bu ağsaqqal azadlıqda heç olmasa telefonda üzr istəyirəm, porno saytlara zada girib zarafatlarını bitər malalayardı. Telefonsuz türmədən 89 yaş 6 aylığında qaydan da elə zarafatçıl olacaq ki, 4 il 6 ay zəncirə bağlanmış kələ, damarlarında ehtiras qanı, gəl bu kişinin qabağında dayan görüm necə dayanırsan. Onun zarafatların qabağında heç 19-20 yaşlı qızlar da dayana bilməz. Xarici dövlət olsaydı bu kişinin heykəli qoyulardı. Seks dünyasının üzr istəyirəm, ağsaqqalı titulunu daşıyardı. Film çəkilişi üçün porno film ulduzları Kim Kardashian zat gəlib, ay ağsaqqal filan pozanın ətər edək deyə ondan məsləhət zad alardılar. İndi deyəcəklər ki, internet, türk serialları ağsaqqalları zarafatçıl edib, onları pozub. Yox, belə zarafatlar əvvəldən də var idi. Mirzə Ələkbər Sabirin Mollanın uşaqbazlığı haqqında şeiri yadınızdadırmı? Ay nənə bir qırmızı saqqal kişi, ay oramı, ay buramı əllədi. Sadəcə o vaxt mövhumat güclü idi deyə Mollanın əməlində haqq axtaranlar var idi. Əgər Allahın, İslamın təbliğatçısı az yaşlının ora-burasına toxunursa, deməli bildiyi bir şey var. Yəqin uşağın orasına cin girib, molla çıxartmaq istəyir, belə məsləhətdir. Allah bütün valideynləri saxlasın. Mənim də atamın 75 yaşı var. 85-inə hələ 10 il qalır. Durub gəzməyə çətinlik çəkir. 50 yaşım var, maşından düşüb marketə girməyə ərinirəm. Odur, sosial şəbəkələrdə xanımlar mənə də yazırlar. Rayət müəllim, nömrə verin, gəlin oturaq bir çay içək, zarafat edək. Qorxuram. Çünki rəhmətli qonşumuz Sürəyyə xala deyərdi ki, qadınla zarafatın axırı kravatdır. Kravatda da o Şəmsi Səmədzadə kimi əlim belə videomzadım çıxar, abrayam gedər. 85 yaşlı qaraja girib 46 yaşlı ilə zarafat edə bilir, maşallah olsun bu kişiyə. Adama əzmkarlığa görə medal vermək əvəzinə 4 il 6 ay iş verdilər. Çox təəssüf, çox.